Prezident İlham Əliyev avqustun 29-da Sabirabada səfərini başa çatdıraraq Saatlı rayonuna gəlib. Dövlət başçısı Qarayevkən-Sımada kənd avtomobil yolunun açılışında iştirak edib. Qısa müddətdə yenidən qurulan yol əhalinin gediş-gəlişini xeyli asanlaşdırıb. Avtomobil yolunun ümumi uzunluğu 21 kilometrdir. Hələlik yolun 11 kilometrlik hissəsi istifadəyə verilib. Sonra Prezident Saatlı Olimpiya İdman kompleksinin açılışında iştirak edib. Burada bir çox yarışların, təlim məşq toplantılarının və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Layihəyə əsasən ümumi sahəsi 3340 kvadrat metr olan universal idman zalında 432 oturacaq var. Eyni zamanda 400 tamaşaçı yarışları lojalardan izləyə biləcək. Bu ilin sonuna dək 900 yerlik açıq stadion, tennis kortu, basketbol meydançasının tikintisi yekunlaşacaq. Olimpiya İdman kompleksinin açılışından sonra Prezident İlham Əliyev Saatlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident Saatlıda Bayraq meydanı və muzeyi ilə də tanış olub. Bayraq meydanı Saatlı rayonundan olan şəhidlərin barelyeflərini əks etdirən şəhidlər və 31 mart Azərbaycanlıların soyqırım abidələrinin ərazisi ilə birləşdirilərək ümumi kompleks şəklində yaradılmaqla 2 hektar sahəni əhatə edir. Şəhərin giriş hissəsində yerləşən meydanda 82 metr hündürlüyündə bayraq dirəyi uzaldılıb. Meydanda orta əsrlər Azərbaycan əskərinin tökmə materiallardan baş heykəli yaradılıb. Prezident İlham Əliyev Bayraq meydanının ərazisində yaradılan Bayraq muzeyinə də baxıb. Şirin Abbasov, Yurt Xəbər.